mütləq şəkildə qələbə qazanmalıdır. Qələbədən başqa heç bir nəticə Qəbələni turnir cədvəlinin ilk pilləsinə yüksəltməyəcək. Artıq komandalar meydana çıxırlar. Inter və Qəbələ komandaları, hörmətli tamaşaçılar. Reportajımız boyu təbii ki, bir çox məqamlara toxunacağıq, amma hər şeydən öncə təbii ki, heyətləri təqdim etmək lazımdır və başlayaq meydan sahibi Inter komandasından. Bəli, Inter komandasında qapını Səlahiyyət Ağayev qoruyur. Digər futbolçulara gəlincə 7 Mirsahib Abbasov, 8 komandanın kapitanı Nizami Hacıyev, 10 Elnur Abdullayev, 11 Rauf Əliyev, 14 Zurab Xizanaşvili, 17 Abbas Hüseynov, 22 İlkin Qırtımov, 27 Adrian Skarlatakev və 33 Tərlan Quliyev komandanın baş məşqçisi Zaur Svanadzedir. Hakimlər briqadası görüşü beynəlxalq dərəcəli hakim Fariz Yusufov idarə edəcək. Ona Elman Musayev və Azər Əsgərov kömək edirlər, yəni xətt hakimləri və 4-cü hakim isə Ömər Paşayev, hörmətli tamaşaçılar. O ki qaldı Qəbələ komandasının niyyətinə. Qapıda 22 nömrəli oyuncu Dimitri Bezatosnudur, 3 Voyislav Stankoviç, 5 Rasim Ramaldanov, 9 Sergey Zinyov, 14 Cavit Hüseynov, 17 Məhəmməd Mirzəbəyev, 19 Filip Ozobiç, 27 Teo Wicks, 31 Daniel Subotiç, 77 Araz Abdullayev və 88 Tellur Mütəllimov komandanın baş məşqçisi Roman Qriqarçukdur. Kapitan sarğısı isə 14 nömrəli oyuncu Cavit Hüseynovun qolunda, hörmətli tamaşaçılar. Hardasa bu sürəti, bu tempi yığması bir neçə tur bundan əvvələ təsadüf etsəydi, bəlkə də Inter indiki məqamda Qarabağa və Qəbəliyə daha yaxın bir zonada olardı. Daha yaxın. Nizami topun arxasındadır. Nizami Hacıyev. Görək. Səslənir birbaşa qapıya və təbii ki, Bezatosnu üçün bu topu götürmək elə də çətin olmadı. Bir qədər psixoloji gərginlik mi deyim, psixoloji təzyiq mi deyim. İndi təhlükəli vəziyyət Subotiç top qapıda aralı keçir. Komanda bugün əsas rəqibi qələbə qazanıb, irəli keçib və onu haqlamaq üçün Qəbələ indi hücumlarını davam etdirir. Azobiçin zərbəsindən sonra Səlahiyyət Ağayev topu qapı xəttindən çıxarır. İndi hücumun sağ cinahından Qəbələ küncdən zərbə vuracaq Araz Abdullayev. Ümumiyyətlə Inter komandasında düz yəni qeyd etdik, müdafiəyə bu qədər meyillilik. Amma məsələn Xizanaşvilini götürək, hansı ki müdafiənin dirəyi hesab olunan. Bu futbolçu o qədər də sürətli deyil. Bəli. Amma o sürətdəki arası çatışmazlığını təcrübəsi hesabına, düzgün mövqe seçimi hesabına ortalamağa çalışır. Mərkəzdə irəlilədi, amma top ona gəlmədi. Qəbələ sağ cinahdan Araz bir müdafiəçini keçdi, ikincisini keçdi. Qapıya zərbə, qapıcı Səlahiyyət Ağayev etibarlı oynayır. Bu işarəni verir. Ramaldanov geri oynuyor, qapıcı Bezatosnu, nəhayət ki ona da top gəldi, çoxdan da top əlinə dəymirdi Bezatosnun. Yəqin bir zərbə olacaqdı. Canlı səhətdən qaydarsa hakim artıq dərhal bitirə bilər. Azobiç çempionatın ən məhsuldar futbolçusu. Daha bir gol vura biləcəkmi? Hakimin fiti səslənir. Zərbəni vurmaq olar. Azobiç. Azobiçin zərbəsi təhlükəlidir, amma dəqiq deyil və bu da Fariz Yusufovun birinci hissənin başa çatdığını bildirən fiti səslənir. Beləliklə Inter Qəbələ görüşündə ilk 45 dəqiqədən sonra tərəflərdən heç biri fərqlənə bilmir və paltar dəyişmə otağına 0-0 hesabı ilə yollanırlar. Komandanın o müdafiə olunmaq mənasında missiyanı yerinə yetirməsi demək indi qapı qarşısına Abbas Hüseynov topu ötürmək istədi. Burada heç nədən top Rauf'un üstünə gəldi. Qapı boşdur. Zərbə vurmaq üçün imkan tapılır, amma son anda yenicə meydana daxil olan Zərgərov ayağının çölü ilə artıq mümkün deyildi. Sadəcə topa toxunmaq imkanı qalmışdı. Heç bu baş vermədi və qapıcı Səlahiyyət Ağayev topu götürür. Bu isə az öncəki episodun təkrarıdır. Fikir verin, burada Rasim Ramaldanov bir növ sanki düşünmürdü, topu buraxdı. Inter'e gəlincə isə Inter Sumqayıtı qəbul edəcək. İndi hələlik biz meydan sahəsində hücumunu izləyirik. Uzaqdan qapıya zərbə, Pərdiz Fərcad Azad. Top qapıdan aralı keçir. Təhlükəli zərbə idi. Mən elə gəlir ki, Asifdən daha fərqli oyun gözlürdü Qriqarçuk. Çünki Araz Abdullayevi nə üçün əvəzlədi? Ötürməsindən sonra az qala Daboya belə bir komanda yoldaşı ötürmə etmiş kimi alına bilərdi, amma qapıcı zamanında irəli çıxdı, qapı boşdu və gol! Ozobiç, yenə də yoxsa Tellurdu bu. Tellur bir anlıq saç düzümləri bir qədər oxşuyur. Amma Tellur Mütəllimov. Budur, Asif Məmmədovun bu ötürməsi.
Qapçı. Bəli, burada Səlahət Ağayevin səhvi. Səhv Səlahət Ağayevdəndir. Düzü, çox bunu indi hardasa qabartmayaq, təkrar deməyək, amma Səlahət Ağayev bu topu götürməliydi. Qarşı kəsilmişdi, top rəqib oyuncuları geri qayıtmışdı. Cavid Hüseynov, Dabo, Vasif Məmmədov, qapıya zərbə və 2-0. Amma, bəli, hər şey dəqiqdir. Dəqiqdir, gol Subotic. Və hesab artıq Inter, bizim saatımızda 81-ci dəqiqə. Tabloda 1 dəqiqə qabağa qaçır tablo. Yox, hər şey təmizdir burada. Hər şey təmizdir. Subotic artıq qayıtmışdı geriyə və təbii ki, burada Asif Məmmədov ötürmə etdiyində o təbii ki, tam lazım olmalı olan yerdə idi. Yəni, oyundan kənar vəziyyətdən söhbətlərə getmirdi burada. Qarşının dəfələrlə o süni meydan amilini vurğulaması, komanda özünü burada tam yaxşı hiss eləmir. Bundan irəli gəlirdi, amma hər halda əzmikarlıq göstərib, lazım olan qolları vurdu və daha bir topu vurmaq imkanı vardı, amma Subotic'in zərbəsi dəqiq olmadı. Bu da final fiti. Fariz Yusufovun final fiti, hörmətli tamaşaçılar, 21-ci turun ikinci qarşılaşması Inter Qəbələ maçını yekunlaşdırır. Qəbələ 2-0 hesabı ilə qələbə qazandı.